Xoş gördük, hörmətli izləyicilər. Sizə sabaha aprelin 15-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava fasilələrlə yağıntılı olacaq, şimşək çaxacaq, yağış leysan xarakterli olacaq. Arabir intensivləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 7-10 dərəcə isti, gündüz 11-14 dərəcə isti müşahidə ediləcək. Azərbaycanın bəzi rayonlarında arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Bəzi ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 5-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti. Dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə də isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək. Bizə bugünlük bu qədər hava məlumatını dinlədiniz. Sağ olun.